Olar xarici ölkəyə getmək olar. Lakin qeyri-müsəlman ölkəyə getmir. Gedən hamıda Türkiyə var yaxında. Türkiyədə də tibb güclüdür. Əgər getmək istəyir xaricdə, heç olmasa Türkiyə müsəlman ölkəsinə getsin. Salamat yerdə olsun, fitnə olmayan yerdə olsun. Qeyri-müsəlman ölkələrdə müsəlmanlar üçün təhlükəlidir. Xüsusən də qız peyda üçün, qadın üçün. Məsləhət edirəm, əgər xarici getmək istəyirsə, bu bütün şərtlərə baxsın. Məsələn, Türkiyəyə getsin və ya hansısa başqa müsəlman ölkə. Onun üçün daha xeyirlidir. Həm dünya üçün, həm də axirət üçün. Səfər isə fərqi yoxdur. İstər Türkiyə, istər hətta Azərbaycanın şəhərlərinə səfərə çıxmaq gərək məhrəm olsun. Yəni məhrəmsiz qadın səfərə çıxmamalıdır. Bu başqa mövzudur. Burada bu barədə danışılmır. Və həmçinin məhrəmlə getsə, onu da başa düşmək lazımdır ki, məhrəmlə səfərə getmək o demək deyil ki, məhrəm gərək o bütün səfər vaxtı onunla bir yerdə olsun. Yox. Məhrəm sadəcə o səfər zamanı məhrəm onun olmalıdır. Məsələn, tutaq ki, kimsə bir qadın Bakıdan Qubaya gedir. Qubada da qohumları var, evi var, eşiyi var. Bakıda da var. O demək deyil ki, Bakıdan məhrəm onunla getdi. O demək deyil ki, Qubada bütün o vaxtı məhrəm onunla bir yerdə olmalıdır. Yox, əslində odur ki, səfər vaxtı məhrəm onun olsun. Məsələn, tutaq ki, apardı, Qubada qoydu onu, şürtdü, qoya bilər onu orada, o da orada yaşaya bilər. Səfər məsələsi başqa məsələdir. Bu məsələdə də mən dediyim kimi, əgər müsəlman qadın gedir başqa bir müsəlman ölkəyə, əlbəttə ki, səfərə gedəndə yolda məhrəm olmalıdır. Sonra orada əgər əmin-amanlıqdırsa, nə yoxdursa, orada qalıb, hətta məhrəmsiz də oxuya bilər. Əsas odur ki, orada haramlar olmasın. Amma o ki, qaldı qeyri-müsəlman ölkəsinə, alimlər əlavə şərtlər qoyur. Məsələn, bu təhsil müsəlman ölkələrində yoxdur. Və birinci şərt, tibb təhsili hər yerdə var. Xüsusən Türkiyədə dediyim kimi də tibb güclüdür. Və bəlkə hətta bizdə Azərbaycanda Allah bilir, mənim də başım çıxmır. Müsəlman ölkəsi var. Ona görə müsəlman ölkəsi ola-ola gedib başqa qeyri-müsəlman ölkəsində yaşamaq, öz dinini təhlükə atmaq, öz əxlaqını təhlükə atmaq düzgün deyil. Bu bir şərt. İkinci şərt deyirlər ki, o elm öyrənmək. Bu elmə sənin ölkəndə böyük ehtiyac var. İnsanlar məsələn hansı bir tutaq ki, əgər tibbdən danışırsa, hansı bir müalicə üslubudur, o ancaq məsələn Almaniyada onu baş salırlar. İnsanlar da bunu bilmədən ölürlər orada. Pis xəstələnirlər, müalicə oluna bilmirlər. Gərək kimsə getsin onu məsələn bu qeyri-müsəlman ölkəsində öyrənsin onu. Ona görə bu belə şeylərdə çox vaxt dövlət özü təyin eləyir. Dövlət özü baxır, görür ki, məsələn, belə bir ehtiyac var. Tapıl tələbələri göndərir onu ki, gedin onu öyrənin, qayıdın, bizi də öyrədin. Və burada da tətbiq edilir. Onun ikinci nədir şərt? Bu elm ancaq orada var, müsəlman ölkəsində yoxdur və ehtiyac var. Üçüncü şərt nədir? Bu insan özü də dində möhkəm olmalıdır. Aydındır ki, qeyri-müsəlman ölkəsinə gedəcək, onların bütün müəllimləri kafirdirlər, müsəlman deyillər, çoxsu ateistdirlər. Xüsusən tibb məlumdur da bu elmlərdə. Onlar o şübhələri yayacaqlar tələbələrin arasında. Tələbənin dini savadı olmasa, orada çox rahat aza bilər. Ona görə bu məsuliyyətdir, təhlükəlidir. Belə gedib xüsusən cavan qızdır, cavan oğlandır, getsin oxumağa təhlükəlidir. Ancaq bu şərtlərdən mən yadımda olduğum əsas şərtləri saydım. Ancaq o vaxt getmək olar.